Salam əziz abituriyentlər, bugün DİM ikinci hissə test toplusundan tərs trigonometri funksiyalardan 14-cü sualın həllinə baxacağıq. 13-cü sualın həllini də yerləşdirmişəm kanalda. Deməli, y bərabərdir sinus kosinus x funksiyasının qiymətlər çoxluğunu tapın. Burada da düsturdan istifadə etmədən mötərizənin içinə bir alfa əvəzləməsi aparsaq, misal olur sinus alfa şəklində. Biz nəyə alfa dedik 14-cü sualda? Arc kosinus x-a bir alfa əvəzləməsi apardıq. Buradan x bərabərdir kosinus alfa alınır. Bir dənə düzbucaqlı üçbucaq çəkirik. Həmin düzbucaqlı üçbucaqda alfa bucağını göstərirəm. Alfa bucağının kosinusu x bölünsün 1 şəklindədir. Kosinus alfa bitişik katetin hipotenuzu olan nisbətidir. Buradan Pifagora görə digər kateti tapsam 1 çıxılsın x kvadratı alınır. Və biz bu misalda sinus alfanı axtarırdıq. Yəni yazıram burada sinus alfa bərabərdir. Sinus alfa bilirik ki, qarşıdakı katetin hipotenuzu olan nisbətidir. Yəni bərabərdir 1 çıxılsın x kvadrat. Kök altında 1 çıxılsın x kvadrat. Bunun ala biləcəyi qiymətləri axtarıram. Qiymətlər çoxluğunu. Bilirik ki, kökün ən kiçik qiyməti, yəni cüt dərəcədə kökün ən kiçik qiyməti 0-dır. Ən böyük qiyməti isə bu ifadənin ən böyük qiyməti x-a 0 verəndə alınır. Ən böyük qiyməti isə 1. Bu qədər.